Salam dostlar, bugün növbəti ama kısa bir videoda karşınızdayım. Bugün hələ də bu elektrik taksideyim. Elektrik taksiden götürdüğüm, taksi xidmətindən götürdüğüm maşındayım. Uber'in maşınındayım. Deməli gedirəm. King of Prussia adlanır. King of Prussia yazılır. Pensilvaniyadadır, Philadelphia ərazisindədir bu da. Burada bir mall var. King of Prussia Mall var. Oraya gedirəm. Orada işim nədir? Orada dostuma maşın seçməyə gedirik. Maşın Lucid'dir. Lucid Amerikanın markasıdır. Tesla kimidir. Amma bəzi konspiroloji fikirlərə inansaq, bilmirəm, doğrudur yoxsa yanlışdır. Lucid'in injinerləri, mühəndisləri şeydən gəlmədi. Tesla'dan maaşlarını verməyiblər. Orada çıxıblar, gəliblər özlərinə Lucid diye bir şirkət qurublar. Yəni bu eşitdiyim qeyri-rəsmi məlumatdır. Rəsmisi bilmirəm necədir. Ona görə bunu paylaşıram sizlə. Telefonu əlimdə tutmuşam çünki karma untum qalıb. O biri maşında maşın çox olmağı da pisdir. Bilmirəm. Bəzi şeylər qalır o birisində, bəziləri qalır özümdə. Deməli, gedirik maşına baxmağa. Maşın Lucid'dir. Lucid deyil. Lucid Gravity'dir. Bu təzə modeldir. Lucid'in təzə modeldir. Lucid'in Lucid Grand Touring sürmüşəm. Amma Lucid Gravity hələ sürməmişəm. Bugün onu test eləyəcəyik. Bunu qısa olaraqsa göstərəcəyim. Kısa formada göstereceğim. Hem de biraz mola da görərsiniz. Eyni zamanda Lucid de görərsiniz. Lucid bilirəm, Azərbaycanda belki de var. Varsa da çox azdır. Əsasən Amerika bazarındadır. Luxury elektrik kardır. Yəni lüks bir brenddir. Belə deyim də, biznes elektrik kardır. Da nə dildə deyim bilmirəm. Lucid'i sürüb test edib baxacağıq ki, necədir. Xoşumuza gəlsə ya götürəcəyik oradan, ya da eve dastavka eləyəcəklər. Lucid xana. Ne kadar Lucid var burada. Ayda, bak bunu deyirəm ha, bak bunu deyirəm. Gravity, ejdaha. Geldim çıxdım, üzüm gülür çünkü birincisi güneş düşür, ikincisi de ki bura yok budur, səhv getdi. Yani budur, bu birilərdir, göstərim sizə. Görürsünüz, Lucid bu markadır. İndi bilənlər bilir, bilməyənlər də görəcək, belə yazılır. Bu arada mən bu növ avtomobildə qəzaya düşmüşəm bir dəfə. Bu Gravity'dir. Bu xoşuma gələn budur. Mənə görə bu çox gözəl dizayna malikdir. Mənə görə, yenə deyirəm, əcdahadır. Ayda Lucid xanadır bura. Vida bax bir dənə. Sonic oxşuyur arxadan. Sonic'in başının formasına oxşuyur başı. Çox gözəldir. Öz zaryadkaları var burada. Bəli, deyəsən bizim sürəcəyimiz maşın budur.
sürüb yoxlayacağımız maşınlar bunlardır. Biraz nəyə oxşayır? O vaxtı Ladanın, Vazın, Ladan yox, Vazın Bakıda zavodu var idi. İndi bilmirəm var yoxsa yox. O vaxt 06-07 almağa gələndə tanışımız var idi. Belə tanışla girə bilirdin həyətinə, girib orada maşını seçə bilirdin də özün üçün. Hansı orada belə bir prikol da var. O Rus filmlərindədir. Maşının üstünü örtür, gəlir şirkətin, dövlətin adamları gəlir də, növbəyə durub maşın alan adamlar da gəlirlər, eləsinlər, soruşsunlar ki, bəs şeydir, bu örtüyün altındakı maşın hansı deyirlər, o başqadır, o başqa maşındır, amma olur, eyni maşındır, o satmağın bir növüdür. Biz də Vazda olanda belə bir şey eləyirdik, orada sənə aparlar ki, bu daha yaxşıdır. Eyni şeydir, hamısı eyni zavoddan gəlir, xüsusi fərqi yoxdur. Vazın maşınlarında o hissi yaşadım, orada belə çoxlu 06-07 olardı o vaxt. İndi Lucidlər burada mənə o hissi yaşatdı. Düz 06-07 deyil, daha dəyərlidir, amma bu qədər maşının bir yerdə olması çox maraqlı görsən. Hələ biraz sür də, biraz sür. Arkada 7-ci yer. Adam müəllimlə oturmuşuq. Bak pərdəni saldıq. Niyə getmir axıra qədər? Yox. Bağlandı. Adam. Sunroof. Full sound. Maşın sürərkən telefondan istifadə edən oğlanlar var. Burada bir kamerası var. İçeriye nəzarət edir bu. Adam, you like it? No. No. Göbiş adam, göbiş. Göbiş. Wow. Abi Lucid'in bu sürət yığmağı için darıxmışdım. Qəşəngdir. 3-cü sırada oturmuşam, rahat. Düzdür, biraz çətinliklə keçdim 3-cü sıraya, amma qəşəngdir. Niye oradan kesmezsen? Keçdim də. Mən Azərbaycanlıyam, axı mən çətinliyi xoşlayıram. Adam, necədir yerin? Rahatdır. Avtobus effekti verir, qəşəngdir. Səviyyəli avtobus effekti. Nice. Nice. No, Adam, I wanna leave. Adam indi məni əzmək istəyir. Planı əzməkdir mən. Görün. No, Adam, I'm okay. Qəşəng. Görüntü çox gözəl. Hissiyat, o hissiyat ki var, sürüşdən gələn hissiyat. Bizdə ona həzz deyirlər, amma buna hissiyat deyirəm. Çox qəşəngdir. Maşını sürdük, çox gözəldir. İçərdən belə adama qəribə hiss yaradır, hiss yaşadır adama ki, özünü xüsusi hiss eləyirsən.
çox fərqli hiss eləyirsən. Həm içəridəki kojanın iyi, nə bilim, hündür olması, belə bir səni qucağında kimsə aparır belə. Bir nəyinsə tronda oturmusan, belə bir tron var qabağında. Çox gözəldir. Mənim çox xoşuma gəldi bu. Onsuz da bu model xoşuma gəlirdi. Amma burada bir qara rəngi var. O dəhşət cool görsənir, onu göstərim sizə. Görün necə görsənir bu. Sonic oxşuyur deyirəm, inanmırlar. Bax onun başının formasını, Sonic'in başının arxasına oxşuyur. Bu disklər daha gözəldir və daha komfortludur mənə görə. Biraz Tucson'a oxşadı bu görüntüdən, amma çox cool maşındır, çox bəyəndim. Amma ağ salon da daha cəlb edicidir. Maşın potadır, çox potadır. Pota maşın. Sonra da deyirlər ki, Tesla, Cybertruck. Bu hara? Bu hara? Zibil yeşiyinə oxşuyur. Buna bax. Gör nə gözəldir. Yaxından daha gözəldir. Forması, brutallığı. Diskləri qəşəngdir, böyüdür, amma komfortu zəifdir. Beləsinə kimlərsə onu bəyənir, onu başa düşmürəm. Nəyinə görə bəyənir? Gedək indi içəridə baxaq. Salon, rəng, disk seçiminə görək hansı daha yaxşıdır, daha zövqümüzə uyğundur. Charger'ı biraz fərqlidir. O birisilər kimi deyil, biraz fərqlidir. O birislərdə adətən bu yumru yuxarıda olur, aşağısı. Yəni o birilərdə belə olur. Format belədir. Bu fərqli formatdır, amma deyiblər ki, bunun bu Lucid Gravity-nin zaryadkaya qoyan şnuru Tesla'nın supercharge-ına uyğun olmalıdır. Görək. Ona uyğun olsa, əla, rahat olar. Burada salon kojalarıdır. Bu koja ilə belə görsənir, bu koja ilə belə. Bunlarla belə, burada disk növləridir. Bu bilirəm ki, ən ucuzudur. Bu biraz orta, bu daha bahalı, bu full bahalıdır yəqin ki. Çox güman ki, bura plastik. Plastikdir bəli. Elektrik maşın sürəndə də belə elektrik maşın sürəsən. Yoxsa o Çinin ata-anası bilinməyən elektrik maşınlarından yox. Bax bu disklər, bəli. Bu disklər buna yaraşır. Yaxşıdır bunun üçün. Bagaja bax. Bu necə açılmadı? Bu boyda bagaj olar. Çox genişdir. Bunun oturacaqları yoxdur, yox.
Yəqin ki, oturacaqlarını bağlayıblar. Bagajı. Çox ani açıldı, bir qorxuducu açıldı biraz. Burada disk ölçüləri, hansı disk istəyirsən. Burada məlumatları. Tak, belə. Grand Touring 450, 828 at gücü, 3.4 saniyə. Yüzü yığmaq. All-wheel drive, yəni 4 çəkəndir. Beləncə. Qapıda elə bir sportivli maşın qapısıdır. Bu da ön hissəsi. Ön hissəsində bura oturmaq üçündür. Bura oturmağa önündə yer də var. Bildiyiniz oturacaqdır. Yəni bildiyiniz burada otur. Bel bir də dayan. Qiymət. Ən əsası qiymətdir. Burada rənglərdir. Quantum Grey, Lunar Titanium, Cosmos Silver, Supernova Bronze. Bunu oxuya bilmədim. Fasondur, Phantomdur, bilmirəm. Blue, Zenith Red. Bu budur. Burada var. Aurora Green, Infinite Black, Abyss Black, Stellar White. Bunlar eynidir. Bundan birdən alıb versələr, birdən bunu götürüb taksiyə salaram. Allah'a olsun, bundan taksiyə salıb sizə göstərərəm. Çox qəşəng görsənir bu maşın. Çox bahalı görsənir. Bunda bir funksiya var. Sizə göstərim onu. Xoşuma gəlir. Tableti görürsünüz. Mərkəzi konsolda bir edirsən, getdi içəri. Qapıları da özü bağlanır. Belə dostlar, maşın seçildi, sifariş verildi. İndi hansı maşın olacaq, nə rəngi olacaq, necə olacaq sizə göstərəcəm gələndən sonra. Bunu yəqin ki evə gətirəcəklər. Ya buradan götürəcək, ya da evə gətirəcəklər, amma gələndən sonra sizə göstərəcəm onu. Beləncə kompüterdə seçdik. Baxdıq rəngləri, salon, disk hamısı seçildi. Növbəti mərhələ ya evə gələcək, ya buradan götürəcək deyəcəklər. Onda da sizə çəkəcəm.